Bismillah, elhamdülillah, və salatu və selamu alə Rasulillah, Rabbi şirahli sadri və yəssirli əmri, və ahlul uqdətən min lisani yefqahu qavli, əmmə bəd. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu. Allahın salamına hər bizi salamlayıram. Allaha şükürlər olsun ki, Allah Əzzə və Cəllə bizi yenə də onu zikr etməyə, onun dinini öyrənməyə bizə müvəffəq eləyib. Və bu da Allahdan quluna olan bir böyük neymətdir. Həqiqətən, kim vaxtını, zamanını düzgün şeylərə xərcləyərsə, yəni o, həqiqətən doğru yoldadır. Çünki vaxt, zaman sürətlə, saniyələrlə, iti sürətlə bizim əlimizdən alınır hər gün. Və bu zamanı Allah and içib Qurani Kərimdə. İnsan gərək zamanının qədrini bilsin. Çünki zaman bizim ömrümüzdür. İnsan qiyamət günü 4 şeydən soruşulacaq. Onlardan biri də vaxtını hara sərf etdiyidir. Vaxtını hara xərclədiyidir. Ona görə də insan gərək vaxtının dəyərini bilsin. Və bugün bu mövzuda 11-ci dərsimizdir. Böyük günahlar. Və bugün götürəcəyimiz mövzu Əl-Fuhuş. Fuhuş nədir? Yəni, əxlaqsızlıq, əxlaqsız əməllər eləmək, qəlbdə əxlaqsızlığı inkişaf elətdirmək və s. Allah Subhanahu taala bu xüsusda Qurani Kərimdə buyurur ki: İnnellezine yuhibbuna en teşi'al fahişatu fillezine amanu lehum azabun alim. Möminlərin arasında əxlaqsızlığın yayılmasını istəyən kimsələr üçün dünyada da, axirətdə də ağrılı, acılı bir əzab vardır. Yəni, ayə nəyə göstərir bizə? Ayə onu göstərir ki, kim insanlar arasında pis şeyləri yayarsa, pis şeylərə təşviq eləyərsə, möminləri bu şeylərə alışdırarsa, onun üçün şiddətli əzab var. Allah qorusun. Və başqa ayədə Allah Subhanahu taala buyurur ki: İzə nəsahu lillahi və rasulihi mə aləl muhsininə min səbil. Və bu xüsusda ayələr çoxdur. Və əl-fuhuş, yaxud da əl-fuhş böyük günahlardandır. Qəlbin böyük günahlarındandır. Və bu da nədir? Yəni, insanın murdar əməllər, çirkin əməllər, haram əməllərdə etməsi, bunda israrlı olması, böyük günahlarda israrlı olması və bu həm sözdə olur, həm də əməldə olur. Və sözdə daha çox yayılır insanlar arasında. Şəiyə, bizdə də var bu, şayə. Şayə nə edirlər əslində? Düz olmayan pis bir söz, şayə. Bu, çox vaxt yalan üzərində olur. Və o kəs ki, insanlar arasında bu yalanı yayır, o yalancıdır. Bir şeyi araşdırmadan, bir şeyi, məsələnin fərqinə varmadan o şeyi yayırsa, o barədə bir çıxış yolu yoxdursa, danışığı yoxdursa, o bil ki, yəni, böyük günahın altına girir. Necə ki, bayaq ayə oxuduq ki, möminlərin arasında əxlaqsızlığın yayılmasını istəyən kimsələr üçün dünyada da, axirətdə də ağrılı, acılı bir əzab var. Yəni, bu əxlaqsızlıq istər böhtan olsun, istər qeybət olsun, istər nəmmamlıq olsun. Yəni, hər bir şey, hansı ki, bir qardaşın günahını danışmaq olsun, bunlar hamısı bu ayənin altına girirlər. Və ona görə də şeyx buyurur ki, əgər sənə bir nəfərin bir xəbəri çatarsa, onun bir xəta əməli çatarsa və deyir, tələsmə. Bir gəlib sənə çatdırır, danışır sənə üçün, deyir, tələsmə. Bu, deyir, çox vaxt deyir, sənə çatdıran adam bəlkə onu iftira atır adama, onu yalan danışır. Və sən əgər onu yayarsansa, tələsmədən yayarsansa onu, tələsib yayarsansa onu, artıq sən yalanı yaymış olursan, böhtanı yaymış olursan. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bir hədisdə buyurur ki, Kəfə bil mər'i kəzibən ən yuhəddisə bi kulli mə səmi'ə. Hər eşitdiyini danışmaq, möminə yalan danışmağa yetər. Yəni, bir insan, bir mömin hər eşitdiyini danışarsa, artıq o yalan danışır. Yalana düşüb o. Çünki insan dediyimiz kimi, insan ola bilər ki, ona çatan məlumat nədir? Yalandır. Bu ən dəhşətidir. Lap tutaq ki, ona çatan məlumat doğrudur. Lap tutaq ki, ona çatan məlumat doğrudur. Yəni, mömin bir insana gəlib bir qardaşın xətasını çatdırırlar, dedilər sənə. Tutaq ki, bu qardaşda da bu xəta var. Biz bilməliyik ki, müsəlman məsum deyil.
onda günah olacaq. Nə olur olsun, hər bir insanda, məndə də, səndə də, hamımızda günahlar var. Və o mömin insan bəzən günaha düşə bilir. Ona görə də sənə vacibdir ki, o xəbəri yaymayasan. Sənə nə vacibdir? Onu örtəsən, onu gizlədəsən və o adam üçün dua eləyəsən. Ona gedib nəsihət eləyəsən gizlində. Ona gedib gizlində o günahdan çəkinməsi üçün nəsihət eləyəsən və onun üçün dua eləyəsən. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, "Mən sətərə muslimən sətərəhullahu fid-dunya vel-axirə." Kim bir mömini, bir müsəlmanın günahlarını örtərsə, Allah da dünyada və axirətdə onun günahlarını örtər. Yəni, bir möminə insan, bir müsəlmanın günahlarını örtərsə Allah Subhanahu taala, müsəlman, Allah da onun dünya və axirətdəki günahlarını örtər. Yəni bu nəyi göstərir? Yəni bizim boynumuza düşən nədir? Müsəlmanın günahlarını örtmək. Ona görə də bizə vacibdir ki, nəsihətçi olaq. Müsəlmanlara nəsihət eləyək. Və çünki bizim dinimiz nədir? Əd-dinun nasihə. Din nəsihətdir. Allah Subhanahu taala Quran-ı Kərimdə buyurur ki, "Kuntum xayra ummətin uxricət lin-nasi tə'muruna bil-ma'rufi və tənhauna 'anil munkari və tu'minuna billah." Siz insanlar içərisində çıxarılmış ən xeyirli ümmətsiniz. Yəni insanların içində ən xeyirli insanlar sizsiniz. Hansı sifətə görə, hansı vəsfə görə? İnsanlara yaxşılıq əmr edirsiniz, onları pisliklərdən çəkindirirsiniz və Allaha iman edirsiniz. Deməli, yaxşılığı əmr edib pislikdən çəkindirdiyimiz müddətcə biz Allah yanında xeyirli ümmət sayılacağıq. Yoxsa ki, insanların evlərini açaraq, onları ifşa eləyərək, onları yayaraq, bu artıq Allah yanında xeyirsiz ümmət sayılacaq. Bəli, bir insanın eybini açmaq olar. Alimlər gətirirlər ki, o insan ki, şərlə tanınır, günahlarla tanınır, insanlara fitnə, fəsad törədir, ondan insanları çəkindirə bilərsən. Ondan o insanın fitnə, fəsadı bəllidir. Hər kəs bilir ki, bu adam bununla tanınır. Lakin bir qardaş o şeylə tanınmırsa, o şeydə düşübsə günaha, o qardaşı hamı yaxşı tanıyırsa, onu biabır etmək olmaz. Əksinə onun üçün dua etmək lazımdır. Onun gelib gizliliyində ona gözəl şəkildə nəsihət eləmək lazımdır. Gözəl şəkildə. Yaxşı. Hətta vallahi bu məsələdə sələflərdən olub ki, fahişə qadın gəlib həmin alimlə zina eləmək istəyib. Hətta onu qadına belə deyək də mərcə giriblər ki, sənə bu qədər pul verəcəyik, get o oğlanı öp. Və o adamın deyib, nəyə ki öpəcəm mən, onunla mən zina eləyəcəm. Məndən heç kəs belə deyək də, yaxa qutara bilməz mənim gözəlliyimdən. O oğlan həmin qadına o cür nəsihət edir ki, orada ağlayaraq, o qadın tövbə eləyir. Hətta sonra deyirlər ki, ona abidə ləqəbi götürür, abid qadın. O şəhərdə ən güclü ibadət edən qadınlardan olur, ixlasına görə. Ona görə insan qəlblər Allahın əlindədir. Biz bilmirik ki, necə çevirəcək Allah. Bizim ixlasımıza görə, bizim duamıza görə Allah Subhanahu taala o qardaşın, həmin o möminin ola bilər ki, günahlarını qaldırsın. Və həmçində bunda sənin üçün nə var? Axirətdə Allah sənin günahlarını örtəcək. İstəmirsən, milyonlarla günahımız var ki, qiyamət günü onlar üzə çıxsa, vay bizim halımıza. Vay bizim halımıza. Bizi necə tanıyırdı insanlar? Biz insanların içində sanki mömin idik. Onlar qiyamətdə gizlində o qədər şeylərə baxırıq, o qədər şeylərinə qulaq asırıq ki, onlar üzə çıxsa nə olacaq halımız bizim? Ona görə insan gərək belə şeylərdən qaçsın. Cəza əməlin cinsinə görədir. Sən yayırsansa, Allah da sənin üçün yayacaq. Yəni, dua eləmək lazımdır. Və həmçinin də qardaşlar, burada nə var? Şeyx bunu gözəl gətirir. Bu, asi insanların günahlarını işlətmək üçün də bir fürsət dolarsın. Məsələn, cahillər baxacaq ki, müsəlmanlar bir-birlərinin evlərini yayırlar, bu müsəlman bunu eləyir, bu müsəlman onu eləyir, yayılıb aralarında. Deyir, bunlar bunu eləyirsə, mənə nə var? Mətin nə var bunu eləməyə ki? Heç utanmayacaq sənin yanında o günahı da eləməyə. Heybətin qalmayacaq sənin. Heç kəsi dəvət eləyə bilməyəcəksən artıq. Bugün bəzən işçisən qardaşlardan gəldir ki, mən filan kəsi dəvət eləmirəm, dəvət eləməyə gülürlər. Qardaş, sən özündə də çox vaxt problem qardaşların. Elə günahlar eləyir o cahillərin yanında ki, o cahil deyir, bunun dinində heç bir şey yoxdur. Nə var ki, bu özü eləyir də, bu qədər şey deyir mənim yanında. Sərgin, sən ona bir ciddi dindən nəsə deyəcəksən, keç şüyüm dadıysan. Müsəlmanın heybəti olmalıdır dinində. Müsəlman necə ki, istəməz ki, ailəsindən kimsə danışsın, başqasını qoymaz ailəsindən danışmağa, başqa şeyindən, dinindən minbəbül əvlə.
Daha layiqdir ki, dini ələ salmayasan, dinində ciddi olasan, dinində möhkəm olasan. Qoy o görsün ki, subhanallah, sənin üçün din nədir? Sən o dinə necə hörmət edirsən? Bu din üçün sən nələrindən keçərsən? Ona görə də Musaba baxın. Musab niyə ucaldı? Niyə cənnət əhli oldu? Niyə ayə nazil oldu onun üçün ölən kimi? Niyə Peyğəmbər ağladı onu meydin görəndə? Çünki Musab hər şeyini atmışdı dinə görə. Öləndə kəfən tapmırdılar onun üçün örtməyə. Halbuki o Musab idi ki, onun üçün xaricdən nə deyirlər ona, belə deyək də, tapşırılırdı paltarlar gəlirdi onun üçün, ətirlər. Musab bir yerdən keçəndə ətirin indən bilirlər ki, Musab gəlir. Amma İslam dinini qəbul etdiyinə görə hər şeyini itirdi o adam. Çünki onun üçün İslam önəmli idi. Biz bu günlər İslam dinini əgər özümüzdə önəmsəmiriksə, üstün saymırıqsa özümüzdə, heç kəs bizim dinimizə hörmət eləməyəcək. Heç kəs bizim dəvətimizə qəbul eləməyəcək. Ona sən özün bizim möhkəm olmalısan. Ona da bu qardaşların günahlarını yaymaq, qardaşların eyiblərini yaymaq bu yaxşı şey deyil. Və Allah qorusun ki, bəzi qardaşlar açıq-açığına bunu eləyirlər. Açıq-açığına, utanmadan Allahdan. Cəmaatın gözünün qabağında günahlar eləyirlər. Və bilmək lazımdır ki, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, ümmətimin hamısı bağışlanılacaq. Yalnız açıq-aşkar günah edənlərdən başqa. Açıq-aşkar günah eləmək olmalıdır, Allahdan həya eləmək lazımdır. Həm sən Allahın qabağında sanki Allaha meydan oxuyursan, həm də insanlara göstərsən ki, nə var günahdır da. Nə var günah da eləyirəm də. Onsuz da Allaha qarşı asilik, sən Allahı böyük tutmursan o insanların yanında. Sən Allahı böyük tutmursan onların yanında. Allahın əmrini tapdalamaq, Allahın qadağasını tapdalamaq bu sən nə deməkdir? Allahın əmri məsin etsinədir, Allahın qadağası məsin etsinədir. Ona görə insan ehtiyatlı olmalıdır bu məsələlərdə. Və həmçinin də dedik ki, o şayələr yaymaq, asiliklər yaymaq, o asilikləri, müsəlmanların eyiblərini yaymaq, bu müsəlmanlar arasında sonradan düşmənçiliyə, bir-birinə qarşı nifrətə, pis zənnə və həmçinin də cəmaatın parçalanmasına gətirib çıxarır. Bu isə qəti qadağandır, haramdır. Bir şey ki, cəmaatı parçalayırsa, o qadağandır, o haramdır. Və hətta sələflərdən var, Yahya ibn Ma'in rəhməhullah deyir ki, mən deyir, heç vaxt deyir, bir insanın deyir, elə bir insan olmadı ki, həyatımda deyir, onun eybini yayım. Heç vaxt deyir. Hətta deyir, mən deyir, sevirəm ki, deyir, bir insanın xətasını bilsəm də belədir. Onun insanlar yanında ancaq gözəl sifətlərlə vəsf eləyim deyir. Və hətta deyir, ona deyir, xoşlamadığı bir şeylə ona qarşılamayım deyir. Lakin deyir, mənim deyir, vəzifəm həmişə nə olub deyir. Yəni deyir, onunla öz aramda gedib onun xətasını deyir, ona danışıram, ona nəsihət eləyirəm və lakin deyir, qəbul eləsə çox gözəl, qəbul eləməsə deyir, onu tərk eləyirəm və heç vaxt da deyir, onu tanıtdırmıram insanlara ki, o kim idi, eyiblərini demirəm. Və başqa deməli sələflərdən deyir ki, Vazir Əvnuddin rəhməhullah deyir ki, o deyir, həmişə deyir, insanların deyir, eyiblərini örtməyə insanları təşviq edirdi. Alim olub da, həmişə deyirdi ki, müsəlmanların eyiblərini örtün. Və hətta dəvətçilərə, o yaxşılığı əmr edib pislikdən çəkindirən insanlara deyirdi ki, çalışın deyir, insanların günahlarını örtəsiz. Və deyir, əgər onların deyir, eyiblərini insanlara göstərsəz deyir, danışsaz insanlara, bu İslam əhli üçün deyir, bir deyir, eyib sayılır ki, müsəlmanlar belə-belə əməllər edirlər. Sanki onları gizlədir. Ona görə də deyir, insanların günahlarını örtmək deyir, daha layiqdir ki, insan örtsün eyiblərini deyir. Ona görə də hətta gəlib sələflərdən fikir verin, bu qissə dəhşətli qissədir. Yəni, baxın, 2 dənə sahabənin qissəsidir. Abdurrahman ibn Avf radiyallahu cənnət əhlidir. Və Ömər radiyallahu da cənnət əhlidir. 2 dənə cənnət əhli. Mədinə küçələrində bir gün gəzirlər. Çıxırdılar cəmaatın halını öyrənmək üçün. Xəlifə olanda Ömər radiyallahu gəzirdilər. Cəmaat necədir, nətərdir. Və onlar uzaqdan bir evin işığını görürlər. Görürlər ki, bir lampa yanır evdə, işıq gəlir evdən. Yəni, təbii ki, o vaxt işıq olmayıb, lampalar olur da. Və gedirlər o evə tərəf. Və o evə çatdıqları zaman görürlər ki, qapını bağlayıblar, içərdən səsküy gəlir. Şiddətli səsküy gəlir. Yəni ki, insanların səsi basıb içərini. Və Ömər radiyallahu deyir ki, Abdurrahman ibn Avf deyir ki, Ömər radiyallahu mənim əlimdən tutdu deyir. Deyir ki, bu ev bilsən kimin evidir? Dedim ki, xeyr. Deyir ki, bu ev Rabiə bint Umey ibn Xaləfin evidir deyir.
Və deyir, onlar deyir, hal-hazırda içiblər deyir. İçkidən belə eləyirlər deyir. Nə deyirsən bu barədə? Və deyir, mən də ona dedim ki, deyir, ey əmir əl-möminin, ey möminlərin əmri, mən deyir, səninlə bura gəldim, halbuki bu deyir, bizə qadağan olunmuş bir şeydir. Niyə görə? Çünki biz cəssusluq edirik. Allah Subhanahu deyir ki, və lə təcəssəsu, müsəlmanların cəssusluğunu eləməyin. Və Ömər radiyallahu bu ayəni eşitdi, deyir, oradan deyir, oranı tərk etdilər onlar deyir. Fikir ver. Yəni, gör, onlar nə məsələlərdə ciddi idilər. Və o insanların da eyblərini örtdü. Ona görə biz isə nə edərdik orada? Təbii ki, bütün el-aləm bilərdik ki, o evdə nə baş vermişdi. Ona görə müsəlmanların eybini örtmək ən üstün əməllərdəndir, ən üstün əxlaqlardandır. Və başqa bir ayədə Allah Subhanahu taala buyurur ki: İzə nasahu lillahi Allah Subhanahu taala İfk surəsindəki hadisədə bilirsiniz, bunu keçən dəfə danışmışıq. İfk hadisəsində nə olmuşdu? Ayşə radiyallahu anhaya böhtan atılmışdı və bu böhtana da sahabelərdən bir neçəsi bu böhtana düşmüşdülər. Və Allah Subhanahu taala onlar barədə buyurur ki, kaş ki bunu eşitdiyiniz zaman mömin kişilər və qadınlar bir-birləri haqqında yaxşı fikirdə olub, bu açıq, aydın bir böhtandır deyərdiniz. Fikir və bu Allahın bizə olan bir tərbiyəsidir. Bir mömin haqqında biz belə bir şey eşidiriksə, biz birinci növbədə nə etməliyik? Ancaq yaxşı zəndə olmalı. Deməliyik ki, bu yalandır. Bu yalandır. Mənim qəlbimdə o qardaşıma qarşı sevgi var. Möminə qarşı, mənim qəlbimdə, hətta İmam Şafi rəhməllahdan gəlir ki, gəlib ona deyəndə ki, filan kəs belə, deyir ki, mənim qardaşıma qarşı qəlbimdə pis zənnə yol vermə. Mən onu hələ tanımıram. Və sonra Allah Subhanahu taala nə buyurur ayənin axırında, ayədə? Və sonra buyurur ki, kaş ki buna 4 şahid gətirsəydilər. Madam ki şahid gətirmədilər, deməli onlar Allah yanında əsl yalancıdırlar. Əgər Allahın dünyada və axirətdə sizə lütfü və mərhəməti olmasaydı, dedikodularınıza görə sizə böyük bir əzab toxunardı. Yəni, sən bir müsəlman haqqında nəsə deyirsənsə, elə bilmə ki, o müsəlmanın Allah yanında hörməti yoxdur. Onun Allah sonra hörmətini qorumur. O gedər səndən şikayət edir Allaha. O yalan olar və sən haqqın halal eləməz. Sən necə yaşayarsan? Ömrünün axırına kimi necə yaşayarsan sən? Ona görə insan gərək belə şeylərdən qorxsun. Və müsəlman gərək, belə deyək də, bu şeylərdə bilsin ki, bu şeyləri eləyənlər həmişə tarix boyu kimlər olublar? Münafiqlər olublar. Bu münafiqlərin yəni ki, yoludur. Münafiqlər üçün təfavütü yoxdur ki, onlar nə gəldi danışırlar. Çünki onlar Allahdan qorxmayan insanlar qəlblərində küfrü gizlədirlər. Ona görə də yekun olaraq demək olar ki, yəni fuhş iş deməli böyük əzəmətli bir cərimədir və şəriət bundan bizi çəkindirib. Hətta bugün görürsən ki, bizim cavanlarımız çoxsu bu şeyə asanlıqla düşürlər. Hətta müsəlmanlar bu şeyin içində üzürlər. Bu da bir daha dedikodunu yaymaq vəbşi asandır. Əlimizdə cihazlarla bir-birimizin evlərini ötürük, bir-birimizə evlərimizi yayırıq və fikirləşmirik ki, bu düzdür, yalandır. Hətta görürsən ki, qadınlar barədə danışırıq. Filan kəs pozğundur, filan kəs belədir. Ona görə də ehtiyatlı olmaq lazımdır. İnsan gərək dilini belə şeylərdən qorusun. Bu məsələdə şeyx buyurur ki, insan 2 məsələyə düşür. Ya eşitdiyi məlumatı yayıbsa, ya yalandı o məlumat, bu lap şiddətlidir, ya da yaydığı məlumat lap doğru da olsa, nə edirsən? Sən bir müsəlmanın eybini açırsan, onu ifşa edirsən. Bu da qəti şəkildə yol verilməz bir şeydir. Ona görə də müsəlman belə şeylərdən diqqət eləməlidir. Və sonda da deməli bir qissəni danışsam sizə, müasir şeyxlərdəndir. Abdurrahman Sədi rəhməhullah, yəni ki, dünyasını dəyişib şeyx, hardasa keçən əsrin əvvəllərində 1800-1900 belənçi yaşayıb şeyx. Böyük alimlərin müəllimlərindən olub, Şeyx Hüseyminin, Şeyx İbn Bazın və s. Və mötəbər Quran təfsirinin, hansı ki, bugün yayılıb Şeyx Sədin təfsiri, bəlkə işlərsiniz, onun müəllifidir. Şeyxin bir çox əsərləri var. Və şeyx
böyük alimlərdən olub Saudiyada və şeyxin qissəsində belə bir hadisə baş verib onun yaşadığı yerdə, Uneyzə şəhərdir Saudiyada və deyir, o vaxt adətindən idi ki, insanlar bazarlarda buğda satanlar buğdalarını çox vaxt çölə qoyardılar, meşoklarda. Yəni ki, o qədər əmin-amanlıq idi ki, orada, xüsusən də duha və zöhr vaxtında qoyardılar bayra, gedərlər namazdan qılmağa, buğdaları qalardı çöldə, dükanın qabağında. Və gedərdilər namazlarını qılmağa. Və yenə də bir gün zöhr namazının vaxtında bir kasıb kişi gəlir, həmin o buğdalardan birini götürür, atır çiyninə, götürür, qaçır. Və bu zamanda insanlar harda olurlar dediyimiz kimi? Hamısı namazda olurlar. Və Allahın qədərindəndir ki, bir nəfər namaza gecikir. Gələndə yolda bu adamı görür. Amma bilmir də bu oğrudur. Görür ki, buğdanı götürüb gedir. Belinə buğda gedir bu adam. Heç də demir. Və gəlir məsciddə namazını qılır və bilmir ki, bu adam buğdanı oğurlayıb. Və sonra məlumat yayılır bazara ki, bəs filankəsin buğdası oğurlanıb. Və bazarda oğru var artıq. Bu da dəhşətli bir şeydir. Hələ bir şey baş verməmişdi bu vaxta kimi. Həmin adam fikirləşir ki, o saat, subhanallah, mən görmüşdüm o adamı. O adamdır. Yəni, mən ona qarşılaşdım, o vaxtda fikir verməmişdim. Və hətta onu biləm kimdir və evi hansıdır. Fikir ver. Lakin danışmır adam. Allahdan qorxan adam olur, danışmır. Bir müddət fikirləşir ki, neyniyim? Gedim qaziyə deyim, yoxsa ki, örtüm. Subhanallah. Fikir ver. Və Allah onu hidayət, yəni Allah onu yönəldir, Şeyx Sədi Rəhməllahla qarşılaşır. Və Şeyx Sədi Rəhməllaha bu şeyləri danışır. Gördüyü şeyləri. Və Şeyx Sədi ona deyir ki, heç kəsə bu barədə demə. Ged o adamın yanına, ona denən ki, mən səni görmüşəm və ona tələb elə ki, həmin kisəni qaytarsın yerinə. Hardan götürüb o filankəsin dükanının qabağına qaytarsın. Sənə 3 gün vaxt verirəm. Ya onu qaytaracaqsan, yəni ki, həmin o yerinə, yəni ki, ya da ki, yəni Allah səni ifşa eləyəcək. Və o da gedir, həmin adama deyir onu. Və 3 gündə bitir, yerinə heç bir şey baş vermir, o qaytarmır. Və sonra gedir, deyir ki, Şeyx Səd deyir ki, bu belə elədi yenə də. Şeyx Səd Rəhməllah ona deyir ki, ged ona denən ki, əgər qaytarmasa, məsələni çıxardacam müftiyə, qaziyə. Yəni, artıq əli kəsiləcək onun, əgər sübut olunsa. Və bu adama deyir, və bu adam aparıb kisəni qoyur yerinə. Və necə var, hələ də qalıb. Axırda xəbər çıxır yenə də bazarda 4-cü gün ki, artıq kisə qaytarılıb yerinə. Və bugünə kimi də o adamın heç kəs adını bilmir, heç kəs də bilmədi ki, o adam kim idi. Və əlhəmdülillah, hasil olur məqsəddə müsəlmanın eybini örtmək və bu da Şeyx Sədinin elminin və fiqhinin məhsuludur. Müsəlmanlar əgər vallahi bu günləri elə olsalar, elə yaşasalar, inan ki, qardaşlarımızın hamısı mehriban olar. Amma baxın, görün ki, bizdə necədir vəziyyət? Bizim məclisimizdə bir insanın eybi haqqında danışılmayanda biz rahat olmuruq. Ancaq istəyirik ki, eybdən danışaq. Amma sahabələr nə edirdilər? Sahabələr gəlir Allah Rəsuluna deyirək, ey Allah Rəsulu, mən bu vəziyyətdəyəm. Özünü deyirdi. Məni düzəlt, məni islah elə. Məni itaətə yönəlt. Mən elə bir şey deyirəm ki, mən onunla dünya və axirətdə ucalım. Hamısını öyrədirdi Allah Rəsullara. Biz isə özümüzə aid olan məsələləri qoyuruq qırağa, sanki hamına xeyir istəyirik. Hamı haqqında danışırıq, lakin baxırsan ki, bu fitnədən başqa bir şey deyil. Allahdan istəyirəm ki, Allah bizə eşitdiyi faydalananlardan etsin. Düzünü Allah bilir. Və sallallahu aleyhi və səlləm Muhammedin və alə alihi və sahbihi ecmaîn.